Deməli, salam uşaqlar. Nəyə baxırıq? Fiziki kəmiyyətin vahidləri. Əvvəlcə baxın buradakilara. Baxın bura. Deməli, burada hamısını qeyd etmişəm. Metr böl saniyə, bunları bilirsiniz. Məsələn, indi bir dənə əsas burada joule baxırsınız. Bax, joule. Ona görə gəlin açaq PDF-i, PDF-dən baxaq. Deməli, PDF-miz burada. Aha. İndi burada dediniz, bayaq nə dedik? Kilogram vur metr böl saniyenin kvadratı. Buna nə dediniz? Buna Newton dediniz. Kilogram vur metrin kvadratı böl saniye kvadratı nədir? Hə, kim deyər? Bu joule'dur. İndi joule'u başqa nə ilə açacaqsınız? Yuxarıya yazacağım mən onları. Oldu. Qoy bir dənə buradan o buru bunu da götürək. Buradan silək. Aha. İndi bax yuxarı yazıram mən. Deməli, joule nəyin vahididir? Joule işin vahididir. Bir dəqiqə, bu niyə yazmadı bura? Bura yazmalı ya. Yazmalıydı yaxı. Bir yoxu yazmasın. Bir dəqiqə. Bu bağlayaq buradan. Yaxşı, sonra gücün vahidi nə oldu? Deməli, bu oldu Newton. Bu oldu joule. Bəs bu nədir? Bu watt. Gücün düsturu da bilirdi. Gücün düsturu ya N ya P A bölü T. Elektrik bəhsində gücün düsturu I vurulsun U. Ona görə elektrik bəhsində gücü açacaqsınız. Amper vurulsun voltla. Joule'u da elektrik bəhsində joule coulomb vur volt deyəcəksiniz. Sonra indi keçirsiniz 4-ə. Newton vur metr nədir indi? Joule. Bəs indi joule böl saniyə nədir? Wattdır. Sonra bax joule böl saniyə watt. Məsələn 6 nədir? 6-da nə olacaq? Uşaqlar. Deməli 6-da deməli joule vurulsun saniyə. Joule'u neyini açacaqsınız burada? Newton vur metrlə. Metrlər getdi. Oldu Newton vurulsun saniyə. Newton vur saniyə impuls. Yaxşı, indi watt vur saniyə. Zəhra, watt vur saniyə böl metrin kubu. Nəyin vahididir? Watt vur saniye joule var. Orada metrin kubuna böləndə kilogram bölü saniye kvadratı. Yox, sən niyə birbaşa kilograma keçirsən? Axı dedik birbaşa kilograma keçsən sənə çətin olacaq açma. Sən yazacaqsan Newton vur metr böl metrin. Newton vur metrlə olar. Metrlər oradan gedəcək. Aysa. Newton böl metrin kvadratı nəyin vahididir? Təzyiqin vahidi. F bölü S. Təzyiqin vahididir P. Sonra nəyin vahididir? Mexaniki gərginliyin vahididir. Bir də Young modunun neçə kəmiyyəti? 3 vahid kəmiyyəti. Bəs indi biz bunu joule böl metrin kubu. Bunu bəs açmasa, bəs başqa bu nəyin vahididir? Bu enerji ıslığının vahididir. Kondensatorlarda keçmişdik. Enerji bərabərdir. Enerji ıslığı bərabərdir. W bölünsün həcm. Başa düşdü. İndi keçdik 8-ə. İndi artıq burada Pascal verilir. Mütləq Pascalı açmalısınız. Artıq sən buradan öyrəndin ki, Pascal neyle açırsan? Pascal açırsan Newton böl metrin kvadratını. Yazırsan bura. Newton bölünsün metrin kvadratı. Burada saniyenin kvadratı var. Burada səhv etmirəmsə metrin kvadratı olmalıdır. Burada kub gedib. İndi burada nəyi açacaqsınız? Newtonu açıb nəticə neyin? Newton neyin açacaqsınız? Deyə burada əvvəldə var idi. Yox, gəl baxaq. Kilogram vurulsun metr böl saniyenin kvadratı. Surətdə saniyenin kvadratı var. Məxrəcdə metr üstü 4 var. Saniye kvadratı getdi. Metrin biri getdi. Nə qaldı burada? Bura yazıram mən. Kilogram böl metrin kubu. Hidayət, bu nəyin vahididir? Kilogram böl metrin kubu. Çevirin düstura. M böl V. M böl V nədir? Sıxlıqdır da. Sonra 9. 9'da burada joule görürük. Bir də amper vur saniyə. Amper vur saniyəni yığdınız. Siz coulomb metr. İndi joule'u neyle açmalıyam? Metr ixtisar getsin. İlkin. Aha. Getdi ixtisar. Yerdə nə qaldı? Newton böl nədir? Coulomb. A isə intensivlik. Yəni F böl Q. Elektrik sahəsinin intensivliyi. İntensivliyi də vektoral kəmiyyət olub. İstiqaməti hardan ara gedir? Nə dedik? Hardan ara gedir indi? Müsbətdən mənfi. Yaxşı, 1 böl metr nəyin vahididir və hansı bölmədədir bu?
Niyə sustuq? 1 böl metr. Nəyin vahididir? 1 böl metr optikada optik qüvvənin vahididir. D bərabərdir 1 böl F. 1 böl metr. Sonra verir bizə dioptriyanı. Sonra optik qüvvə müsbətlə toplayıcı linza, optik qüvvə mənfi idisə nədir? Səpici linza idi. Oradaydı, aydın oldu. Sonra optik qüvvə yalnız F-dən asılıdır. Məsələn, balaca F-dən, kiçik F-dən nədir? D-dən asılı deyil. Bir-biri ilə tərs mütənasibdir. Məsələn, F artanda bu 2 dəfə nə olacaq? 2 dəfə azalacaq. Sonra optik qüvvəni ölçmək üçün sizə hansı cihaz lazım olar? Kimliyə? Ayşə xəttkeş. Yaxşı, 1 böl metrin kubu. Hidayət, 1 böl metrin kubu nəyin vahididir? Hə, konsentrasiya. Konsentrasiyanın düsturu da bu. M bərabərdir, M böl V. Yaxşı, konsentrasiya hansı prosesdə sabit götürülə bilər? İzafor. Ayşə, bir izoxorda sabit götürülə bilər. Bəs bir də nə zaman? Tamam buxarda. Ayşə, D Zəhra düzü. Bir doyan buxarda, bir də izotermikdə. Doyan buxar izotermik proses. Yaxşı, sonra. Kiloqram böl mol. Nəyin vahididir? Malyar kütle olur. Ayşə, malyar kütlənin vahidi. O da gəlib hansı düsturdan çıxır? Maddə miqdarının düsturu var idi. N bərabərdir M böl M. Buradan M-i tapanda M böl N. Oldu malyar kütlənin vahidi. Keçdik sonra burada. Məsələn, elə vahidlər var ki, uşaqlar onu açmağa ehtiyac yoxdur. Çünki açsaz tapa bilməyəcəksiniz. Məsələn, joule bölünsün, Kelvin vur mol. Bu universal qaz sabitinin vahididir, erin. Bəs bu universal qaz sabitinin vahidini hansı düstura görə biz açırıq? İdeal qazın daxili enerjisinin düsturu ya işin düsturuna görə. Məsələn, 2-də 3 nə yazırsınız? Nüerti. Bu daxili ideal qazın daxili enerjisinin düsturudur. Buradan siz eri tapsaz, R bərabər olur. 2U bölünsün, 3 vurulsun nə? RT. Enerji vahidi joule. Bura nə yazmalıydım? Nü yazmalıydım. Demək, joule bölünsün, mol vurulsun nədir? Kelvin. Qutardı. Yaxşı, sonra joule bölünsün metr. Bu çox asandır. Nədir bu? Newton. Hə, Newton. Newton. Yox, şualaman udulma dozası de budur. Bax, Fərid, şualama. Yaxşı, joule böl kiloqram 1, 2, 3, 4 dənə fiziki kəmiyyətin vahididir. Nədir? Deməli, xüsusi ərimə istiliyi, xüsusi buxarlanma istiliyi, xüsusi yanma istiliyi, bir də Fəridin dediyi şualamanın udulma dozası. Ən axırda keçmişik onu, Y böl M. Dolayısıyla bunların düsturunda isə Q böl M-dir. Onsuz istilik miqdarının vahidi də joule'dur. Burada da Q böl M-dir. Burada da Q böl M-dir. Başa düşdük. Sonra məsələn 15-də. 15-i nə cür açarsınız? 15-i nədir? Hə, nəyin vahididir 15? Pascal'ın Newton bölü metrin kvadratı. Deməli, Pascala deyəcək Newton böl metrin kvadratı, məxrəcə metrin kvadratı düşdü. Joule da deyəcək Newton vur metr. Newtonlar getdi. Metrin kvadratı, metrin, bu da metr kubu, o da getdi. Yerdə nə qaldı? Mol. Nəyin vahididir? Maddə miqdarının vahidi. Aha. Sonra 16. 16'ını kim deyə bilər? Hidayət, 16'ını deyə bilərsən. Hə. 16'ını necə deyərik? Çünki watt vur saniyə joule'dur. Joule'u da açır Newton vur metrlə. Newtonlar gelir, qalır metrin kubu. Metr kubu da həcm vahididir. Ayxan 17-dir. Hə. Ayşə, konsentrasiya. Niyə görə konsentrasiya oldu? Deməli, joule görür. Joule vur metrin kvadratı. Mənə qulasın, bax, burada joule görür. Newton görürsənsə, deməli, joule'un içində Newton varsa, sən joule'u Newton vur metrdən açacaqsan. Onda olacaq 1 bölünsün nədir? 1 böl metrin kubu. 1 böl metrin kubu da konsentrasiya. Səsim bağlıymış, mən dedim. Hə, eyb yox, Ayxan. Yaxşı, gəldi indi burada. Pascal, Newton. İndi nəyi açacaqsınız? Birinci Pascal açacağız. Newton böl metr kvadratı kimi açarıq. Ayşə, Pascal, yox, Newton bölü metrin kvadratı. Qalanları hələ ki yazırsınız yerinə. Bu da Newton vur saniyə. Sonra xırdalayacağıq da. Yox, lazım deyil xırdalamaq. Newton getdi, Newton. Əvvəlcə ixtisarları apar. Metrin kvadratı getdi, burada biri qaldı. Metr böl saniyə. Nəyin vahididir? Təzmin. Yox, metr böl sürət. Sürət. Ayşə, metr böl saniyə sürəti. Biabırçılıq deyil. Yox, dad demə biabırçılıq, çünki mən bunu paylaşacağım. Oldu.
Diqqətli ol da. Demə, əslində tapa bilirsən, orada diqqətsizlik edirsən. İndi mən buna baxım. Paskal saniyənin kvadratı, kiloqram vur metrin kvadratı. Biz bunu xırdalamaq yox, bunu əvvəlcə yığmalıyıq. Nəyə yığarsınız siz bunu? Hə. Burada bu aşağı joule deyirsən, onda sən alırsan Pascal bölünsün joule. Hə, indi burada Pascal'ı da açırsan. Pascal neyini açırsan? Joule'a da deyirsən Newton vur metr. Newtonlar getdi. Nəyin vahidi oldu bu? Hə, konsentrasiya. Qutardı. İndi bundan sonra gələcək artıq elektriklə bağlı. İndi baxın bura. Burada nə gördünüz? Watt vur saniyə. İndi joule bölünsün kulon. Bunu açmağa ehtiyac yoxdur. Aça da bilərsiniz. Əslində elektrik vəsidirsə, yadda saxla. Artıq elektrik vəsidirsə, sən joule'a kulon vur voltdur. Newton vur metr demə. Çünki Newton vur metr desən, burada heç nə ixtisar getmir. Kulon vur volt deyəndə, kulonlar getdi. Yerdə qaldı volt. İndi volt nəyin vahididir? Deməli, U potensial fərqi, potensial, sonra nə deyə bilərik? Bir də elektrik hərəkət qüvvəsi, EHQ. Düstur olaraq yaza bilərsən ki, U bərabərdir A böl Q. Sonra epsilon bərabərdir kənar qüvvələrin gördüyü işin yükü olan nisbəti. Qardır. İndi gəlir hansı? 22. İndi artıq 22 deyin də kulon vurulsun volta. Nə deyərsiniz? Joule metr. Hə, indi joule sən neylə açarsan? Newton vur metr. Ayşe, ona görə Newton vur metrdən açdı ki, Zəhra. Burada metr var. Metrlər qısar getdi, qaldı Newton. Newton nədir? Çəkin vahidi nədir? Ayşe, variantda sən çəki olsa çəkini götürməlisən. Yaxşı, sonra gəldi bu. Watt vur saniyə. İndi kim deyər? Fərid sən de bunu. Joule kulon vur volt kimi açırıq. Ayşe, watt vur saniyə o joule deyir. Burada kulon vur metr var. Yaxşı, indi joule. Ayşe, joule 2 cür. Artıq joule siz burada 2 cür aça bilərsiniz. Kulon vur voltla da aça bilərsiniz. Newton vur metrlə də aça bilərsiniz. Hər ikisi gəlib çıxır intensivliyin vahidi. Məsələn, bir dəfə alacaqsınız volt böl metr. Bir dəfə nə alacaqsınız? Kim deyər? Newton bölünsün kulon. Çünki hər ikisi intensivliyin vahididir. İntensivliyin bir düsturu U böldə. Bir də F böl nədir? Q. Nəyə verir bizə? Hə, yeni. Qutardı. Yaxşı, joule böl kulon. Ən sadəsidir bu. Bu gərginlikdir də, intensivlik deyil. Yine A beraber Q'ya değil. Yox, orada QU. Sən deyəndə Aygül A bərabərdir QYD olur. Axı Y vur D U'dur. Bu elə A böl Q'dur da. Yaxşı, bəs bu nədir? Bu deyəsən təkrar getdi, buna baxmışıq. Keçin hansına? 26. Ha, 26'ın kim deyər? Hə, tutum. Burada artıq biz necə elektrik, sən voltun kvadratı görürsənsə, gəl elə belə də deyə bilər də, kulon vur volt deyirsiniz. Bu da voltun kvadratı. Bunun biri getdi. Qaldı kulon bölünsün volt. Kulon bölünsün voltu düstura keçəndə Q bölü. Q bölü nədir? Kondensatorun tutumu. Oldu. O da farad verir sizə də. Yaxşı, 27. Tutumdu. Hə, bu tutumdur. Niyə görə tutumdur? Baxın bura. Watt vur saniyə də joule, kulon vurulsun volt da joule. Yerdə nə qaldı? Farad. Tutumun vahidi. Yaxşı, sonra keçəcək indi yenə elektrik vəsi gəlir. Burada ohmlar var. Məsələn, bir də indi 8-də, 28. Kulon vurulsun volt nə verir sizə? Verir kök altında joule bölünsün kiloqram. Aha. Hə, sonra burada kiloqram görürsünüzsə, joule artıq da bununla açmalısınız. Tam kiçik variantla gətirib buraya yazanda kiloqram gedəcək. Kökün altında qalacaq metrin kvadratı böl saniyə kvadratı. Kökdən çıxır metr böl saniyə. O da Zəhra dedi ki, sürətdir. Yaxşı, 42. Kim deyər 42-ni? Orada bir dənə klon var da, mənim onu çıxardarıq. Yaxşı, düzdürsən. Bir dənə kulonu çıxartırıq. Düzdür. Demək, bir dənə kulon var. Bir dənə də nə qalsın? Bir dənə də amper qalsın. Aha. Joule da asırıq klon vur voltdan klonlar gedir.
Ay, joulu da açdı klon vur voltla, klonlar getdi, qaldı belə. Qaldı belə. Volt böl amper vur metr. Yaxşı, volt böl amper özü nəyin vahididir? Mən Müqavimət. Deməli, buna ohm deyirsən, bu ohmdur. olur. Bu da ohm vur metr. Ayxan düzdür. Bu da oldu xüsusi müqavimət. Qutardı. Əgər təkcə volt böl amper qalsaydı, volt böl amper, yəni U bölü U bölü bizə verir nədir? Dövrə hissəsi üçün ohm qanunu eri. Yanına metr olanda olur xüsusi müqavimət. Qutardı. İndi bax, burada ohm görürsünüz. İndi ohmu neyle açırsınız burada? Ohmu neyle açırıq Ayxan? Düsturu yadına salırsan. R bərabərdir U bölü ohm qanunu. Deməli, R ohmdur, U'nun vahidi voltdur, cərəyan işlətin vahidi də amper. Onda bura ohmun yerinə yazırsan volt böl amper. Bəs joulun yerinə nə yazarsınız? Klon bu. Hə, yaxşı, yox, elə klon vur volt yazaq gəlin. Voltlar getdi. Voltlar getdi, amperlər getdi, qaldı. Hə, intensivlik alır. Tez düstura çevirirsən ki, F böl Q bərabərdir G-yə. Kimdə? Bura F'in yerinə nə yazarsınız? Nə yazarsınız F'in yerinə? F'in yerinə MA yaza bilərsiniz, MC yaza bilərsiniz, məsələyə uyğun. Yaxşı, keçdik 30. Yaxşı, 30'u nə cür yazarıq? Sadiq 30'u nə cür yazarsın? Bu orada bir dənə joul var da deyəsən, yoxsa yox? Düzdür sən. Ayşə, orada bir dənə. Joul belə klon olur. Ayşə. Bu da A böl Q. A bölünsün Q sizə verir nəyi? Voltu. Yəni U'nu. U bərabər də A böl Q. Çağırdı. Ayxan, sonra buna joule deyəndən sonra sən elə ona klon vur volt desən, klonlar gedir. Qalacaq voltun özü. Yaxşı, bəs 31'də. İndi burada bir dənə nə var? Newton var da. Hardan bildin var? Kilogram vur. Hə, 31 deyirsiniz. Hə. Kilogram vur metr böl saniyə kvadrat. Bir dənə Newton var. Məxrəcdə nə var? Klon. Var. O da intensivlik. Ayşə, o da intensivlik. Hə, düzəldi vəziyyət. Düzdür. Yaxşı, Sadiq səndir. Bəs 32'də. Nə var burada? Joule var da. Ayşə, kilogram vur metr saniyə kvadratı bir joule var. Joule, farad vur volt var. Joule klon vur voltla asarıq. Voltlar girdi. Hə, voltlar getdi. Amma sonra faradı açmalısınız. Yox, farad C bərabərdir küp olu deyil. C bərabərdir küp olu, düz deyil. Onda sən faradın yerinə yazmalısan klon böl volt. Ayxan, tez tutumun düsturunu yadına salsan. Volt çıxdı yuxarı, klonla. Getdi nədir? O gərginlik, potensiallar, fərqi nələrsə gedə bilər, EHQ gedə bilər. Yaxşı, sonra burada. Bu lap asandır. Hə, Zəhra, bu nə deyərsən? Joule volt verir, voltlar da gedir, farad qalır. Çünki volt vurulsun klon elə joule deyil. Bayaq demədik, A bərabərdir, Q vuru. Bununla bu getdi, qaldı farad, qutardı. Başa düşdük. Düzəlirik yavaş-yavaş. Baxaq 34'də. Watt vur saniyə nədir? Joule. Aha. Sonra. Elə get joule. Hə, düzdür. Ayşə, düzdür. Demək, joule böl farad. Demək, məsələn, o dedi ki, məsələn, joule'un yerinə yazacaq nə? Joule'un yerinə yazacaq farad vur voltun kvadratı. Enerji düsturundan faradlar getdi. Kökdən çıxdı, yəni volt. Tutardı. Yaxşı, Hidayət 35'idir. Hə, Hidayət tez ol. Yaxşı, gəl Hidayət demir bizə. Buna nə deyərsiniz? Hə. Ayşə, bu wattdır. Deməli, watt vurulsun ohm. Böl nədir? Volt. Bayaq mən sizə dedim. Elektrik bəsində wattı açırsınız. Gücün düz. Onu da açırıq. Watt bölünsün amper. Volt böl amper. Ayşə, onu açırsan volt böl amper. Bu da watt, bu da volt. Wattlar getdi. Elektrik bəsində də diqqətə bax. Elektrik bəsində də gücün düsturu P bərabərdir I vurudur. Ona elə bura wattın yerinə I vuru yazsaz, biraz səliqəsiz oldu. Gəlin belə deyək. Deməli, biz nə aldıq orada?
Deməli buna watt dediniz. Watt'a da deyə gələ elektrik bəsində amper vur volt. Ohma dediniz volt böl amper. Burada da volt var. Hamısı getdi. Yerdə nə qaldı? Amper qaldı da, düzdür? Yoxsa yox? Volt qaldı. Hə, volt qaldı. Hə, düzdür. Aysa, volt qaldı. Yerdə qaldı, volt qutardı. Yaxşı, bunu açmağa ehtiyac yoxdur 36-nı. Niyə görə yoxdur? Xüsusi istilik tamamda. Aysa, xüsusi istilik tutumu. Xüsusi istilik tutumu hansı düsturun içindədir? Q bərabərdir Cm delta T'də. Buradan Cm, bütün xüsusilər nədən asılı idi? Ancaq maddənin növündən. Sonra gəlin biraz keçək digərlərinə də. Artıq buranı bildiniz. Digərləri deyəndə hansılar? Bu Henrylərə. Məsələn, Henry ilə nə ilə? Məsələn, baxırsınız hansına? Baxaq. Məsələn, hansına? De bunu 57-yə. 57-də nə edəcək? Hə. Birinci burada nəyi açarsınız? Wattla kulonu. Deməli, wattla kulonu bayaq mən dedim. Deməli, burada P-nin yerinə elektrik bəsində gücün düsturu I vuruldu. Deməli, biz bura wattın yerinə kökün altına yazırıq amper vur volt. Kulon nədir? Amper vur saniyə. Məxrəcdə də volt vur saniyə. Saniyələr getdi, voltlar getdi, kökdən çıxdı amper. Amper nəyin vahididir? Hə, cərəyan şiddətin. Cərəyan şiddətini ölçən cihaz. Ampermetr. Aysə, ampermetrdə dövrəyə nə cür qoşulur? Kapalı. Ardıcıl. Ardı. Yaxşı, baxaq bura. İndi cihazların şəklini çəkəcəm. Siz cihazları deyirsiniz ki, bunlar hansı cihazlardır? Məsələn, 58-də nədir? Yeniyərsiniz. Nəyi açarsınız burada? Ohmun yerinə yazarsınız. Omu V böl A. Aysə, ohmun yerinə yazır V böl A. V'lər getdi. İndi nəyin vahidi? Bu intensiv. Hə, bu da kulon olur. Newton bölünsün kulon. Ardı. Yaxşı, keçdik 59. Hertz vur Henry. Hə, indi burada nə edəcəksin? O da şey Hə, XL nədir? Müqavimət verir də bizə, düz deyil? Hə, müqaviməti verir. İndi hertzi yazacaqsınız 1 böl saniyə. Yadda saxlayın. Henry'ni açın öz-özünün induksiyan düsturuna. Öz-özünün induksiyan düsturunu kim deyər? Y bərabərdir mənfi E böl Ayşə, delta I böl delta T. Buradan induktivliyi tapanda volt vur saniyə böl amper. Deməli, Henry'nin yerinə yazacaqsa volt vur saniyə bölünsün amper. Saniyələr getdi, qaldı volt böl amper. Volt böl amperi o düstura çevirdiniz. U bölünsün I. Nəyə verdi bizə? Hə, Erin də vahid nədir? Orada indi neçə dəm? 3 dənə müqavimət var bizə. XL, sonra XC, aktiv müqavimət. Bir də tam müqavimət var. Ha? Tam müqavimətin düsturunu yazıram mən sizə. Bu dəyişən cərəyan dövrəsindədir. Deməli, tam müqavimət Z-dir. Kök altında neydi? Kim deyə bilər? Hə. Deməli, Erin kvadratı üstə gəl. Mötərizədə neydi? Neydi mötərizədə? Y'nin kvadratı çıx. Yox, XL çıxırsın. XC oldu. XL-in kvadratı çıxılsın nə deyirsə, XC çıxılsın. XL çıxılsın, XC kənardan kvadrat edir. Ya XL-in kvadratı çıxır. XL-in kvadratı neydi? Bir dənə diqqətli düsturu yadınıza salın. Kim deyər? Hə, kim deyər düsturu? XL-in kvadratı çıxılsın neydi? Elə idi. XC-nin kvadratı. XC neydi burada? Kim deyər? XC tutum müqaviməti idi. Tutum müqavimətini nə yaradırdı? Hə, nə yaradırdı tutum müqaviməti? A isə kənardan deyə burada kvadrat. Daxildə deyildi kvadrat. Hayır kenarda. A isə kənardan və C-ində onda tez. Deməli, mötərizədən yəni XL çıxılsın XC-ni. Burada da kvadrat. Bu nədir? Tam müqavimət oldu. O gün bizdə bir test var idi. Məsələn, deyirdi ki, dəyişən cərəyan dövrəsində 3 dənə müqavimət var. Nə zaman cərəyan şiddəti maksimum qiymət alır? Cərəyan şiddəti maksimal qiymət alması üçün XL nəyə bərabər olmalı? XC-yə. Onda burada sıfırlanır bunlar. Bir daha hansı müqavimət qalır? Aktiv müqavimət. Sonra burada de 72. 72 o keçən dəfə yadınıza gəlir. Demin sınağında var idi. İndi buna nə deyirsiniz?
72'yə. Uşaqda amik oldu. Sürət orada. Burada sürətdir. Kök altındakı saniyədir. Demirdik biz. Sadəcə 2pi kök altında elcədir. Elcə periyod saniyə deyil bu. Elə sən birbaşa buna saniyə deyirsən. Metr böl saniyədə sürətin vahididir. Qurtardı. Oldu. Məsələn, indi 73-də. Nə taparsınız bunu? Burada hertz var. Düz deyil. Hertzi açırsan 1 böl saniyə kvadratı. Saniyə kvadratı çıxdı surətə. Ta ki burada belə qalır. Baxın, saniyənin kvadratı bölünsün Henry. İndi siz saniyə kvadratının yerinə nə yazarsınız ki, Henry ixtisar getsin? Nə yazarsınız deyə, bura nişan, nə yazarsınız? Deməli, farad vur Henry. Farad vur Henry. Artıq köksüz, çünki o kökdən saniyənin kvadratıdır. Burada Henrylərdir. Henrylər getdi, qaldı farad. Dardı. Farad da oldu, tutumun vahidi. Aydın oldu. Yaxşı, baxın buna bir dənə. Bu düstur deyil, hazır düsturdur bu. Çünki vaxtınıza qənaət etmək üçün siz düsturlardan da istifadə. Bu düsturun özüdür. Hansı düsturdur bu? Yaxşı, mən yazıram indi burada sizin. Bu Q-dür. Süper. Bu da R. Q-B-R. Q-B-R nədir? A isə impuls. Lorentz qüvvəsində impuls olurdu. Başa düşdük. Sonra kulon vurulsun volt. Nə verdi? Joule, düz deyil. Burada da joule kilogram vurulsun joule da impulsu verir. Sonra məsələn çətinlik çəkə biləcəyinizlərdən biri 64 ilə 65-dir. Nə edirsiniz? Hə. Weber'i 50'den. Yox, gəl Weber'i elini açmayanda. Birinci bu Newton vur metr görürsən sən burada. Nə deyərsən buna? Buna deyirsən joule. Joule böl Weber. İndi sən keçirsən maqnit sahəsinin enerjisinin düsturlarını. Nə var maqnit sahəsində? Lakin mən 50 kvadratı böl 2-ni götürürəm mən. Oldu. Bəs başqa hansını? Eləsini götürə bilərəm ki, Weber ixtisar gedər oradan. Deyə bu düstur. Fi böl 2. Fi böl 2 isə bura nə yazacağım? Weber vurulsun amper. Bu da Weber. Weberlər getdi. Yerdə qaldı amper. Amper nəyin vahididir? Cərəyan şiddətinin. Elə bununla da gedə bilərdik. 50 kvadratı. Onda məsələn Aygül'ün dediyi kimi Weber'i açacaqdı 50 ilə. Ellər gedəcəkdi. İ'nin biri gedir. Qalır cərəyan şiddəti. Yaxşı, 65. 65'i nə ilə açarsınız? Hə. Deməli 1 böl Tesla vur saniyə. İlkin Tesla nəyin vahididir? Yox. Maqnit induksiyası. Maqnit induksiya amper qüvvəsinin düsturundadır. İndi amper qüvvəsinin düsturunu deyim mənə. İbil. Oradan da beyni tapanda F bölünsün I vur L. Deməli siz Tesla'nı açmaq üçün amper qüvvəsindən istifadə edəcəksiniz. Məsələn, elə test olacaq ki, deyəcək Tesla'nı beynəlxalq sistemə gətir. Sən bu düsturu yadına salıb, onu beynəlxalq sistemə gətirəcəksən. Newton bölünsün, amper vur nədir? Metr. İndi gətirib bura Tesla'nın yerinə, bax bura. Və Tesla'nın yerinə bura yazacaqsınız ki, Newton bölünsün, amper. Newton böl, amper vur metr. Çıxdı yuxarı. İndi mən tutaq ki, biz buradan tapa bilmədik də bu nəyin vahididir. İndi nə edirsiniz siz? Kim deyə, nə edirsən? Ayşə, sən Newton'u açırsan. Nə ilə açırsınız Newton'u? Kilogram vurulsun metr böl saniyənin kvadratı. Onu gəlin çıxaraq surətə. Saniyənin biri getdi. Metr də getdi. Yuxarıda qaldı amper vur saniyə. Ayxan, amper vur saniyə nə deyərsən? Kulon, məxrəcdə də kilogram. İndi çevirək düstura. Q bölünsün M. Nə? Hə, bu xüsusi yükün vahididir. Bəs mən kilogram bölünsün kulon alsaydım, nəyin vahidi olacaqdı? Ayşə, K. Elektrokimyavi ekvivalent. Elektrolitlərdə elektrik cərəyanı, bəli. Sonra, baxın bura. Volt vur saniyə böl amper. Volt vur saniyə böl amper. Bu nədir? Volt vur amper bizə 10 mu verəcək? 10 vur saniyə olur. Hə, 10 vur saniyə. Biraz orada üzə çətinləşəcəksiniz. 10 vur saniyə. Hə, nə olar onda? Mənim yuxarıda
A ise volt vur saniye Weber'i verir. En rahatı açılış budur. Weber böl amper. Bu da Henry'ni verir. Yukarıda da A ise. Deməli bu biz hansı düsturdandır uşaqlar? Epsilon öz elektromaqnet induksiya qanunu. Delta fi böl delta t. Buradan delta fi'ni tapsanız maqnis elini. EHG-ni vurursunuz zamana. Bu da volt vur saniyədir. Mesela Ayxan dediği ohmla da gedər. Sonra orada ohmu açmalısınız. O biraz çox gedəcək. Siz asan qısa yol var. Deməli buna Weber deyil. Sonra isə Weber'i açır bununla. Axı maqnis eli fi bərabər də eli düsturu deyil. Ondan açır fi bərabər də eli. Açır Henry vurulsun. Amper oldu Henry. Henry nəyin vahididir? İnduktivli. İndi kim mənədir? Məsələn getmirsən imtahandasan, tutaq ki bazar günü. Sənə deyir ki induktivliyin vahidini beynəlxalq sistemin vahidləri ilə ifadə et. İfadə etməsin. Yəni ifadə edilmir. Məsələn aşağıdakilərdən hansıdır? Sən onu nə cür beynəlxalq sistemə gətirərsən? Siz nə cür edərsiniz? enerjinin üstündən. Ay, ən yaxşı mənə qulaq asın. Bəli. Deməli fiziki kəmiyyətlərin çoxunun, məsələn nə deyirəm sizə? Faradı, sonra Henry'ni, sonra nə gələcək? Weber'i. Deməli bunların üçünü də beynəlxalq sistemə gətirmək üçün elə voltun özü beynəlxalq sistemə gətirmək üçün enerji düsturlarından istifadə edəcəksiniz. Tesla'nı beynəlxalq sistemə gətirmək üçün amper qüvvəsinin düsturundan istifadə edəcəksiniz. Çünki başqa olsa o birlər asaddır da. Məsələn Pascal'ın öz təzyiqin düsturu. İndi məsələn bu hansı düsturdan? W bərabərdir eli kvadratı bölü 2. Niyə görə özü bu düsturu seçdik? Məsələn fi kvadratı bölü 2 elde var. Niyə görə bu düsturu seçdik? Çünki A isə burada artıq amper özü beynəlxalq sistemin vahididir. Joule da açmağı bilirsiniz. Birinci tapırsan burada 2W bölünsün. i'nin kvadratı. İndi ilk Joule'un yerinə nə yazacağım mən bura? Sırf beynəlxalq sistemlə. Nə yazaram? Hə. Niyə Newton vur? Birbaşa yazaq da elə də kilogram vurulsun metrin kvadratı, saniyə kvadratı yazmıyor Fərid. Bu da amperin kvadratı. Onda Henry gəldi oldu sırf beynəlxalq sistemin vahidləri ilə çıxardı. Sonra tutaq ki Weber'i. Weber'i açmaq üçün hansı düsturda istifadə edəcəksiniz? Hansı enerji düsturu? De bu. Fi i bölü 2. Ha, indi buradan fi'ni tapırsınız. 2W böl i. İndi deyib beynəlxalq sistemə gətir. İndi Aygül Joule'u neyini açacaqsan? Kilogram vur metr kvadratı böl saniyenin kvadratı vur amper. Aysa, saniyə kvadratı vur amper. Deməli gəldi çıxdı beynəlxalq sistemin vahidləri nə? Aydın oldu. Yaxşı, burada sonra var məsələn amper böl saniyə nədir? Bu sizə sırf vahid kimi gedəcək. Nədir amper böl saniyədir? I böl T o da kulonda. Yox. I böl T, Q böl T, Q bu, I vur T kulondur. Dərən şiddətinin dəyişmə sürəti. Ayşə, buna deyilir cərəyan şiddətinin dəyişmə sürəti. Bu, Ayşə, buna heç bu de delta I böl delta T. Buna deyilir cərəyanın dəyişmə sürəti. Bunu açmağa sonra Weber böl saniyə maqniselin dəyişmə sürəti ya da EHG-nin özü. Başa düşdü. Yaxşı, bu nədir? Ayxan, bu nədir? Metr bölünsün, Henry vur farad. 88. Hə. Çox asandır bu. Metr böl saniyə kvadratı olur. Ay, sağ ol. O da təzyiq. Hə, bu da tərcih. Çünki köksüzdürsə bu, saniyenin kvadratı olur. Kök altında olsaydı saniye olacaqdı. Ay, sağ ol, tam doğru. Məsələn, buna baxın, 87-yə. Yaxşı, burada klonun kvadratı bölünsün farad var. Bu bizə nəyi verir? Enerji. Ay, ise enerji. Joule böl kilogram. Və sonda bu bizə nəyi verdi? Xüsusi Yox. Lambda. Sonra xüsusi Modulası. Ay, ise şualamanı udulmaz olsa, xüsusi yanma istiliyi, bir də xüsusi buxarlanma istiliyi. Zəhra, xüsusi istilik tutumu vahidi Joule bölünsün kilogram vur Kelvindir. Oldu. Sonra nisbətən digərinə artıq başa düşdük vahidləri. Məsələn, indi 84. 84-ü neyniyərsiniz? Fərqli vahiddir bu. Hə. Neyniyərsiniz? Kim deyə bilər? Yaxşı, burada volt var.
Yeni yersə Tesla var. Kim deyər? Heç kəs demir. Yaxşı, gəlin belə eləyək. Deməli, voltu nə ilə açaq? Voltun yerinə mən yazacağım bura. Weber böl saniyə. Bu da Tesla var, nədir? Metr. İndi nə edirsiniz? Hə. Kömək eləyin də biraz tez olun. Vaxtımız gedir. Weber böl saniye ehqiydi. Hə, Weber böl saniyə ehqdir. Yəni, axı o da voltdur, bərabərdir. Delta fi böl delta t. Elektromaqnet induksiya qanunun düstur. İndi Weber böl saniyə Tesla var. İndi mən Weberi başqa nə ilə açaram? Magneselin düsturun yanınıza salın. Hə, nə ilə açarım? Fi bərabərdir. Fi bərabərdir BS-lə. Magneselin bir bu düsturu var, bir də eli var da, düz deyil. Burada magneseli bu düsturun içinə daxildir. Bir də eli. Onda siz bunun yerinə yazacaqsınız. Bura nə? Deməli, Tesla vurulsun. Deməli, Weber'in yerinə yazacaqsınız. Tesla vur. Tesla vur metrin kvadratı. Bu Tesla getdi. Bunun da biri getdi. Yerdə nə qaldı? Metr bölünsün saniyə. İndi mən sizə deyəcəm bu hansı düsturdur? Bu bilirsiniz hansı düsturdur? Bu düstur sizin yadınızdan çıxır. Deməli, bir cism maqnit sahəsində hərəkət edən naqillərdə induksiya x-i epsilon ehqi bərabərdir VBL sinus alfa. Burada sinus 90 dərəcə olur. Burada sürəti tapanda ehqi bölünür, B vurulsun elə. Düstura da çevirəndə volt bölünsün, Tesla vurulsun nə olur? Metr. Tutardı. Yaxşı, volt vur saniyə nədir? Volt vur saniyə. Weber'dir. Hə, Weber'dir. Neyle açdınız? Deməli, ehqi vurulsun delta t. Hə, bu da oldu Weber. Qutardı. Hə, biraz düzəldik. Pis deyil, normaldır. Baxaq burada nəyə? Ve burada 91'e baxın. Hə. 91. Düzdür, burada birim mən səhv yazmışdım. Bayaq biz kiminlə baxdıq? Həcər sənlə baxdıq da, düzdür. Bu idi də səhv. Həcər yoxdur deyəsən. Yaxşı, bir dənə 91'e baxın siz. Hə. 91'də hələlik klonda işiniz olmasa, bu kökün altı ilə siz getməsiniz əvvəlcə. Bir də kökün altında Henry var, Farad var. Henry nə ilə açarsınız? Öz-özünə induksiyanın düsturunu yadınıza salın. Volt vur saniyə böl amper. Düsturu yazıram mən sizin üçün bura. Epsilon il mənfi L vurulsun. Delta I böl delta T. Buradan eli tapanda volt vur saniyə böl amper. Yaxşı, Faradı nə ilə açacaqsınız? Aysa, klon böl volt, volt çıxdı yuxarı. Klonu da açırsınız, amper vur saniyə. Saniyələr getdi. Kökdən nə çıxır? Nə çıxdı kökdən? Kim deyər? 10 olur orada. Və kökdən çıxdı klon, volt bölünsün nədir? Amper. Klon orada olur. Deyir burada. Klon soldaymış. Hə, burada var idi də klon. Yaxşı, indi bu nə verəcək sizə? Kim deyər? Klon vur 10. Hə. Hə, volt vur saniyə. Ay, isə volt vur saniyə Weberi verir bizə. Hə, düzdür. Tutardı. Sonra, o əslində düsturdur. O düstur bilsiz uşaqlar, o da hardan alınır? Orada biz alırıq Q vurulsun R. Biz alırıq induksiya cərəyanının düsturu var idi. Epsilon I böl R. Buradan da I bərabərdir. 1 böl R. Vururduq delta fi böl delta T. Burada i'ni t'ye vuranda nə verir sizə? Q'ni delta fi böl R. Buradan da delta fi'ni tapanda Q vurulsun R. İndi orada bizdə nə cür qalmışdı? Klon vurulsun volt böl amper. Çünki o maxı volt böl amperdir. Ona görə Q'nun bu düsturunda yadda saxlayırsınız. Ondan məsələ gedə bilər. Başa düşdük. Yaxşı, baxaq 94'ə. Nə deyirsiniz 94'ə? Asandır 94. Burada nə görürük? Ay. Aşağıda Newton bölmetri. Hə, bu da həcm. Qutardı. Həcm. Yaxşı. Hidayət 95 idi. Ay Hidayət.
Hə, 95. Yaxşı, 95-i kim desin bizə? Kimsə desin. Ayxan 95-i deyə bilərsən. Batır saniyəçi oldu. Zolasır klon bulsun voltla. Klonlar gedir qalır volt. Onda U'dur, ehqıdır, nə bilim, bunların hamısının vahididir. Başa düşdük. Deməli, bu oldu bizdə vahidlər. Deməli, vahidləri bitirək, keçək başqasına. Bunu mən söndürüm. Bu vahidlərlə sizlə sağ olun.